transformatorların nömrələrini göstərəcək sizə. Bu 3 fazalıdır. Buradan görürsünüz 3 dənə xətt qoşulubdur. İndi burada bunun burada sizə göstərmişdik. Yəni qoşulma şəkli bunun içindədir. 3 fazalı. Buradan dediyimiz kimi gəlir stansiyalardan. Bu tərəfdən baxırsınız, stansiyadan gəldi. Buradan daxil oldu, sonra da buradan evlərə ötürdü. Bunu bildik. İndi uşaqlar başqa növünü göstərək sizə. Halda şəkilli olan növü var. Deməli, burada da, baxın, bu hissə dəmirçilik ola bilər. Maqnitlərlə dəmirçilik bir yerdə ola bilər və üstünə mis dolaqlar var. Onun görünüşü əslində bu formadadır. Bir neçə yerdən girişi var. Və bizim istifadə elədiyimiz adaptör. Telefon. Şöyle, deməli, telefonun içərisində də transformator var. Bu sizdə yüksəlicidir, yoxsa alçaldıcıdır? Əlbəttə ki, alçaldıcıdır. Çünki 220 voltluq gərginliyi bu aşağı salmalıdır ki, telefon doldursun və telefonu sıradan çıxartmasın. Deməli, şöyle, baxın, içində nələr var? Diyotlar var. Diyot nə edirdi? Dəyişən cəryanı düzləndirirdi. Telefonumuzu dəyişən cəryanı fikirləşin, nə edir? Gəlir, qayıdır da, diyot onu nə edir? Buraxmır. Bir istiqamətdə buraxır. Çünki telefon dolub boşalsa, bateriya püskünə qalır. Elə bir ki, birdən-birə 100% şarj olur, sonra sıfırlayır, təzən bir də doldurur, sıfırlayır, bir də doldurur və bunu saniyələr içində deyiləsə, telefon döyüz bateriyası şişib partladır. Deməli, bu diyotlar nə edir? Dəyişən cəryanı düzləndirir. Burada aşağılar əriyə bilən direnç. Bu nədir? Elə bir ki, əgər qısa qapanma olsa, bu əriyir, cəryanı kəsir ki, telefonunuz yanmasın. Sonra burada kondensator var, özü müəyyən qədər enerji saxlaması üçün giriş-çıxış kondensatoru və çıxış diodu. Bu gördüyümüz transistor, transformator. Transistor da yarım keçiriciydi. Neymirdi? Orada elektromagnetik əksini gücləndirirdi. Və burada sizin adaptörünüzü fikir verirsiniz, 30 voltluğu var, 30 üstlüyü var, 30 üstlüyü var. Deməli, o da telefona görə dəyişirdi. Əslində, hər adam yüksək gərginliklindən götürməməlidir. Çünki sənin telefonuna uyğun deyilsə, ziyanlığı da var. Yəni, uşaqlar, transformator dediyimiz təhsil yekə dəmirlərin içində yox, bizim telefonumuzda da var. Kondisionerin içərisində də var. Kondisioner yanmasın deyə yüksək gərginlik gəlirsə, orada onu tənzimliyib aşağı salır, sonra ötürür ki, avadanlıq sıradan çıxmasın. Çox gözəl. Təşəkkür ediyorum sizə.